İrlandiyalı bir xanım, Hristiyan bir xanım. Gəlir İmam Hüseyin əleyhissalamı, keçən ya iniş il oldu bu hadisə, indi Azərbaycan dilində də yazıblar, artıq baxa bilərsiniz. Yol keçirdi İrlandiyada, İngiltərənin yuxarıda o Hristiyanlı, orada İslam 5-10 nəfər taparsan ya necə. Yol keçirdi, orada İmam Hüseyin əleyhissalamdan vərəqə paylayırdılar. Bu xanım da alıbdı, vərəqənin də üstünə İngiliscə yazılmışdı ki, Hüseyin kimdir? 3 vərəqə. Bu da alıb yol gedəcəkdə oxuyur ki, Hüseyin kimdir? Gəlib İmam Hüseynindən üzrxahlıq istəyir indi. Və deyir ki, Hüseyincan, mən səni tanımamışam. Sənin izzətini mən tanımamışam. Sənin şərafətli bu dərəcədə olduğu mən bilməmişəm. İndi üzr istəyirəm, indi mən sənin şiənəm. 1400 il bundan qabaq bir şəxs zülmə qarşı çıxıbdır. İzzət qazanıb, izzət əldə eləyibdir. Həbib ibn Məzahir kimdir? Tanıyırsınız. Və Peyğəmbəri tanıdıq, İmam Hüseyni tanıdıq. Həbibi hardan tanıyırsan? Heç bilmirsən ki, hansı şəhərdəndir? Heç atasını da tanımırsan, heç anasını da tanımırsan. Amma nədir? Deyirsən ki, ilahi, o Həbibə xatir məni bağışla. Gör, nə qədər insan izzətə çatarmış bir qoca kişi gəlir İmam Hüseyinlə bahəm dünyanı tərk eləyir. İzzətə bax, heç kəsi də yoxdur. Bir dənə də İrlandiyalı bir xanım bir dənə vərəqəyə baxmaqla gəlir qoşulur həmin karvana. O karvan ki, izzət karvanıdır. O karvan ki, bu günlərim hər il oturursan onun məclisini keçirirsən. O karvanın izzətindən, şərəfindən. Bax, budur izzət. Yoxsa mənim filan evim var, dayım oğlu belədir, atam filan yerdədir. Bunlar vallahi dini Allah'ı tanıyanlar üçün bir gülməkdən başqa bir şey deyil, istehzadan başqa bir şey deyil. Boş şeylərdir. Bilmərik ki, bizim axırımız necə olar. İzzət və şərəf yalnız Allaha itaətdədir. Bu olandan sonra kafirə də rəhm eləyərsən, müsəlmana da əl tutarsan, sənin üçün fərq eləməz. Hamısı Allahın bəndələridir. Amma mümini özvə can qardaş bilərsən. Mümin ağlayanda ağlayarsan, mümin güləndə gülərsən. Necə imam buyurduğu kimi, bizim şiələrimiz bizim qəmli günümüzdə qəmli olarlar və şad günümüzdə şad olarlar. Bu günlərim ikisi də bizdə var. Şadıq Peyğəmbərin balasının mövludu olduğu üçün, qəmliyik çünki şiə qardaşlarımızın qanını içirlər. O şəxslər ki, Allahu Əkbər deyib namaz qılır. O şəxslər ki, saqqal buraxıb Peyğəmbər sünnəti deyirlər. Peyğəmbərin sünnəti məzlumu öldürməkdir, günahsız uşaqları öldürməkdir. 10 mini keçibdi bir həftənin içində şiə, İmam Həsən şiəsinin, aşiqlərinin, məzlumlarının ki, heç əllərində bir dənə də silah yoxdur. Öldürən kimdir? Həmin Bəni Üməyyənin dünyada qoyduğu, Muaviyyənin dünyada qoyduğu sünnət. Bax, bir tərəfdən də nədir? Özümüz deyirik ki, İslam niyə məzlum olub? Məzlumiyyət ondadır ki, ağıl yoxdur. Fəqət hisslərlə yaşayırlar. Bir düşünən, bir təfəkkür eləyən, heç olmasa ağıl varmı ki, bilsin ki, Allahın da heyvana zülm etməsinə din icazə vermir. Heyvan heyvanlığı ilə əgər sənin, necə deyərlər, bostanova gəlirsə, sən onu söyüb, təhqir edib, vurmağa İslam onu istəmir. Deyir, getkinən əli ilə vur, bir hoha, nəsə deyirsən, çıxsın, geçsin. Gör, İslam necə də humanist, rəhəmli bir dindir. Amma onlar etdikləri zülümü, kəsdikləri başı, cavanları yığıb yerə qoyun kimi başlarını kəsirlər. Deyə doludur. Mənə də gəldi axşam nə qədər. Mən də dostlara dedim ki, bax, bu nədir? Dünyanın ağlar gözüdür. Və çəkib dünyaya da göstərirlər. Bununla da fəxr edirlər. Və bununla da elə başa düşürlər ki, bunlar dünyada izzətli insanlardır. Hansı ki, zillətin böyüyü onlardadır.